Təmiz bildiyimiz evdən çıxan çirkə baxın. Deməli, təmizlik təkcə gözlə gördüyümüz səlqə səhman deyilmiş. Bunu isə mənə son bir aydır istifadə etdiyim RoboClean Pro göstərdi. Bu tostoranın mənə ən çox təəccübləndirən funksiyalarından biri məhz nəm təmizləmə oldu. Açığı mənə də maraqlı idi. Doğrudanmı deyilən qədər effektlidir. Ona görə də evdə ən çox istifadə etdiyim yumşaq mebeldən başladım. Artıq 8 ildir bizə xidmət edən dəhlizdəki oturacaqdan. Girişdə yerləşdiyi üçün üzərində toz, ayaqqabı izləri və müxtəlif ləkələr toplanırdı. Nə vaxt son dəfə dərin təmizləmə olunub, heç xatırlamıram. RoboClean Pro su və təmizləyici məhlulu parçanın dərinliyinə qədər ötürür, sonra isə güclü sovurma ilə onu geri çəkir. Təmizləmə əvvəlcə yuyucu vasitə, sonra təmiz su ilə, daha sonra isə suyun tam çəkilməsi mərhələsi ilə aparılır. Nəticə isə göz qabağındadır. Çıxan suyun rəngi göstərir ki, təmiz görünən mebellərdə belə nə qədər kir toplanırmış. Bu funksiya ilə evinizdəki bütün yumşaq mebelləri gül kimi tərtəmiz edə biləcəksiniz. Nəticəni görəndən sonra isə RoboClean Pro demək olar ki, əlimdən düşmür. Evində peşəkar səviyyədə nəm təmizləmək istəyən hər kəs üçün düşünürəm RoboClean Pro çox praktik və effektiv seçimdir.